Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün biz Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu 20-li sınaq toplusundan 20-ci sınağa baxırıq. Amma baxmamışdan qabaq, bundan əvvəlki videoda 30-cu sualda son toxunuşu etməmişik. Onunla bağlı edək. Burada palindrom olanlarının ən böyüyünü deyir. Biz isə həmin sualda olduğu kimi qalıb palindrom olanlarını çap etmişik. Yaxşı olar ki, deməli, palindrom olanlarını ayrıca bir siyahıya yığaq. Yəni, həmin A siyahısına append edək. Nəyi? Ə, deməli, X-i. Niyə X-i? Çünki müqayisə edəcəyik. Ədəd tipində müqayisə edək deyə və yekunda print ə, max A deyəcəyik, ən böyüyünü deyib və icra edək. 5 dənə ədəd daxiliyək. Deməli 111, 313, daha sonra 232, 445 və 567 gördüyümüz kimi 313 cavabını çıxartdı. Keçən növbəti suala sınaq sual nömrə 1. Onluq say sistemində verilmiş 16 üstü 16, 8 üstü 8, 4 üstü 4 plus 2 cəminin 16 sayısının meyvəsində neçədə 0 var? Deməli, 16 üstü 16-nı olduğu kimi saxlayacağım. 8 üstü 8 əvəzinə ə, deməli 2 üstü 24 yazacaq. Daha sonra isə bunu elə 2 üstü 4 üstü 6 yazıb bunların da hamısının əvəzinə 16 üstü 6 yaza bilərik. 4 üstü 4, 2 üstü 8, yəni 2 üstü 4 üstü 2, yəni 16 üstü ə, deməli 2 yaza bilərik. Daha sonra isə 2-ni də 2 dənə 16 üstü 0 yaza bilərik. Onda bu yekunda belə bir şey olur. 16 üstü 16 üzərinə gəlinsin. Deməli 16 üstü 6 üzərinə gəlinsin 16 üstü 2 və üzərinə gəlsin 2 dənə 16 üstü 0. Deməli 16-cı mərtəbəsində bunun 1 var, 16 nömrəli mərtəbəsində 1 var, 6 nömrəli mərtəbəsində 1 var, 2 nömrəli mərtəbəsində 1 var və 0 nömrəli mərtəbəsində 2 var. Deməli ən böyük mərtəbə nömrəsi 16 olduğundan bu ədəd 17 rəqəmlidir. Burada, burada bir şeyler var. 17 çıxılsın 4 edir 13. 13 cavabını qeyd edəcəyik. 71 səhifədən ibarət olan informasiyanın bu sualdır. Götürdük, getdik. Burada çoxlu şeyler var. Ataq. Deməli, həll etməkdən ötürü belə. İlk 3 və son 4 səhifəsində, ilk 3 və son 4 səhifəsində, yəni 7 səhifədə nə var? Hər birində 128-in 128-ə piksel var. 7 vurulsun. Ona görə 214 dənə pikselli şəklin qrafik təsvirin hər biri də RGB palitrası ilə rənglənib. Buna görə olacaq 21 dənə 214 byte. RGB rəng palitrasında 3 byte'dır ona görə. Bu da eləyəcək 21 vurulsun 16 kibayt. Bu da edəcək 336 kibayt. Daha sonra isə digər səhifələrin hər birində neçə dənə digər səhifəsi qalır? 71 çıxılsın 7, 64 dənə. Hər birində 32 sətir var. Hər birində 64 simvol olur hər sətirdə. Və hər biri 1 bayt ilə kodlaşdırılıb. Bu da edəcək 217 byte. Çünki bu 64 206'dır. 32 2 üstü 5'ti. 64 yine 2 üstü 6'dır. 2 üstü 17 byte. Bu bize verecek 2 üstü 7 2 byte. Bu da edecek 128
2 bal. Əgər bunları cəmləsək, cəmləmə işini burada aparaq. 336 üzərinə gəlinsin 128. Yekunda edəcək bu 4 bir yadda. Deməli 3 plus 2 5 bir yadda 6 3 plus 1 plus 1 464. Yəni B variantı keçdik orada da qeyd edək. İkinci sualda B variantı doğru cavabdır. Üçüncü sual. Bakı Sumqayıt Bərdə şəhərində yaşayan Babək Səxavət gəlin belə eləyək. Yenə də belə bir ehtiyac olacaq düşünürəm. Ə, və nə edək? Səxavət belə haqqında məlumdur ki, 3 nəfərdirlər və ona görə belə bir cədvəl qurduq. 3 nəfərin 3 şəhərə münasibəti. Şəxslərin adları Babək, Səxavət, biraz böyüdək şriftləri deyə düşünürəm. Deməli, şrifti böyüdək. Vay, aman girdik. Hı, işə keçdikdən. Deməli belə. Bəlkə açaq. Babək, Səxavət və Beyrək yazacaq. Beyrək. Daha sonra onların peşələri sürücü, saatsaz və bağmandır. Sürücü, saat, bağ. Beyrəyin bütün qohumlarının Bakı şəhərində yaşamasına baxmayaraq o Bakı şəhərində yaşamır. Beyrək özü Bakı şəhərində yaşamır. Bunu cədvəldə biz necə qeyd edək? Bunun üçün sadəcə gəlib bir pens seçdik və burada deyirik ki, Bakı yazıram, üzərindən xətt çəkirəm. Növbəti suala baxaq. Daha doğrusu sualın növbəti hissəsinə baxaq. Böyük sualda. Onların ikisinin peşə və yaşadığı şəhərlərin baş hərfləri onların adlarının baş hərfləri ilə eynidir. Beyrək sürücüsünün beyrək sürücünün əmsi oğludur. Beyrək sürücünün əmsi olursa, beyrək sürücü deyil, bu bir. Deməli, sürücü Bakıda yaşayandır. Bu iki. Niyə? Çünki demişdik ki, Beyrəyin bütün qohumları Bakıda yaşayır. Bu səbəbdən dolayı. Daha sonra isə onların bir cümləni emal eləmədik. Onların ikisinin peşə və yaşadığı şəhərlərin baş hərfləri. Bu sürücü deyil, düzdürmü? Ə, və sürücü Bakıdadırsa, bağban olan dəqiqdir ki, bu cümləyə görə olur Bərdədə, saz isə olur Sumqayıtda. Daha sonra isə görək hansı cümlələr var idi biz emallayacağımız. Deməli, məlumdur ki, səxavət olacaq. Əgər ki, sürücü belə deyilsə, səxavət məcburdur ki, bu iki cümləyə görə olsun saatda. Çünki Bakı ilə sürücü o qaydanı pozub, bu səbəbdən dolayı buralığa çıxıb. Babək sürücü olmuş olur və Beyrək də bağban olmuş olur. Yəni, üçüncü sualda deməli, kimdən başlayıb? Beyrəkdən başlayıb, düzdürmü? Beyrək sazımı? Xeyr, getdi. Beyrək Babək sürücüdürmü? Bəli. Səxavət bağbandımı? Xeyr. Beyrək bağban, əla. Daha sonra Babək sürücü, bəli. Səxavət saz. Beyrək bağbandır, Bərdədə yaşayır. Bəli. Babək sürücüdür. Bakıda yaşayır. Səxavət sazı Sumqayıtda yaşayır. C variantı doğru cavabdır. Portları müəyyən edin. Müəyyənlə. USB deyə bir port var. Bəli. HDMI deyə bir port var. Bəli. VGA deyə bir port var. Bəli. Yəni 5, 7, 8-i var. Divider var. Bəli. Bunlar 5-ci mövzuda vurğulanıb görüntü ötürülənlər kimi. CPU prosessorda EJ45 başlıqdır. DDR RAM-la bağlı bir şeydir. RAM da zaten qurğudur. Buna görə 2, 5, 7, 8 cavabları çək. Tam yolları göstərmiş fayllarla bağlı doğru ifadə edilmir. Eyni məntiqi diskdə yerləşirlər. Bəli. Hər ikisi C məntiqi diskində yerləşir. Biri video, digəri isə səs faylıdır. Xeyr, hər ikisi qrafik fayldır.
Hər ikisi qrafik fayldır, bəli. Biri qrafik, digəri isə xeyr. Hər iki faylın yolu eynidir. Yolu eyni deyil. Yolu onlar xaric məntiqi diskdən ora kimi olandır. Qətiyyən edir. 100 elə kimi eyni gəlirlər. Bu da yanlışdır. Buna görə 5-ci sualda C variantı doğru cavabdır. Mətn redaktorunda heç bir formatlama əməliyyatı tətbiq olunmadan İshak Newton ifadəsi yazılmışdır. Daha sonra bu ifadə seçilərək 1, 2 və 4 əmrləri icra olunmuşdur. Deməli, 1 bold edir. İshak Newton bold burada deyil. 2 italik edir. Hamısı italikdir. 4 isə üzərindən like sıra olur. Buna görə də bu bold deyil. Bu da gördük. İshak Newton D 6-cı sualda D variantı doğrudur. Bir abituriyent haqqındakı məlumat 50 MB faylda saxlanılır. 4 ədəd 2 GB'lıq həcmə malik flash yaddaşda eyni zamanda neçə abituriyentin məlumat faylını saxlamaq mümkündür. Gəlin baxaq. 50 MB-dır. Deməli, e, bir dənəsində tapıb 4-ə vuracaq. 4-ü 2-yə vurub hesablamaq olmaz. Çünki faylın bir hissəsi bir flash kartda, digər hissəsi isə başqa bir flash yaddaşda ola bilməz. 2 GB-ın isə 2048 MB-dır. 2048 MB bölməliyəm. Deməli, nəyə? 4-ə. Daha sonra 4-ə vurmalıyam. Yəni bu birinci bu işlem aparım 4'e yox, 50'ye. Daha sonra 4'e vurmalıyam. Çünki dediyim kimi birində neçəsi yerləşir onu təyinləməliyik. Burada da yerləşəcək 40 dənəsi. Bir flash kartda 40 dənəsi yerləşirsə, 4 flash kartda da 40 vurulsun 4, 160 dənəsi yerləşər. 7-ci sual buna görə A variantı doğru cavabdır. 8-ci sual. Access proqramında sahə tipi deyil. Deməli, report hesabatdır. Zaten heç aidiyyəti yoxdur. Ünvanında istifadəçi adı nümayədir. İstifadəçi adı ət işarəsinə qədər olan hissədir. Informatics.2024 olur. Ət işarəsi ola bilməz burada. Web səhifə və qrafik faylinə doğru istinadı müəyyən edin deyir. A təqinin SRC deyə bir atributu yoxdur. Image qrafik fayldır. Burada yerləşdirilib. Ona görə də burada da yenə də həmin anlayış səhvdir. Onda D variantıdır. E, və davam edək. 10-cu sual D. 11. Python'da yazılmış proqramın nəticəsini müəyyən edin. Bu edəcək 205. 205-in 100-ə bölünməsindən alınan artıran qismət 2. 10-a bölünməsi alınan qalıb 5. Cəmlədik K oldu 7. Deyir ki 205 çıxılsın 7. Yəni bu bizə verəcək 198. Daha sonra isə separate'in dəyəri buradan keçərək belə yerləşdirə bilərik. Separate STRK-dır. Bir dənə 7 düşəcək. 7 simvolu. K vuracaq 3-ə sonra 21. Çünki K ədəd tipində idi. Ona görə. 198, 7, 21 ifadəsini almış oluruq. 11-ci sualda A variantı doğru cavab olur. Buna səbəb. Proqramın icrasından sonra x dəyişənin qiyməti 32 olub. Okey, 32 olub. O zaman deməli və A və dəyişənlərin cəminin ən kiçik qiyməti müəyyən edin. Əgər 32 olubsa, bura işləyə bilməz. Niyə görə? Bura tək qiymət verir. Yəni, neysə 2-yə vurub üstünə 5-də 32 ilə etməz. Bu alır. Ən kiçik qiymət A və B dəyişənin cəminin ən kiçik. Deməli, 4A üzərinə gəlinsin B bizə 32 qiymətini verir. Həmçinin A B-dən kiçik bərabərdir. Deməli, belə burada A B-dən kiçik bərabərdir deyə əgər ki biz A bu şərti A-ları B-ləri A-la əvəz etsək, yəni onlar 5 dənə A 32-dən kiçik şərt ödənər. Bərabər olmaz artıq. Belə-belə əvəzləmə aparsaq. A da ilə 6,4-dən kiçik şərtini ödəyər. A ona görə burada 6-dan başlayaraq qiymətlər alar. Yəni 6-dan kiçik bərabər şərtini ödəyəcək. Əgər A 6-dan kiçik bərabər şərtini ödəsə, B də həmçinin 8 qiymətini əldə etmiş olaraq A-nın 6 qiyməti üçün. Bu səbəbdən dolayı 12-ci sual, yəni A bir vahid azalanda B məcburdur ki 4 vahid artsın. Çünki A-nın əmsalı 4-dür. Bu səbəbdən dolayı və ona görə A-nın azalmağı bizə sərfləmir.
Çünki A azaldıqca A plus B cəmi artır. Ona görə də 6 plus 8 bizə 14 qiyməti verir. 12-ci sual A variantı doğru cavabdır. Sezar şifri ilə şifrələmədə olan ifadənin şifri budur. Yəni birinci və dördüncü simvollar eynidir. Ki burada bu getdi, bu getdi. Daha sonra hətta birinci, dördüncü və sondan ikinci ə, simvol eynidir. Else var olan məhz, elte xeyr və deməli alsavar olar. Əgər alsavarın kodu olsa bu alsavarın, gəlin baxaq. Alsavarın kodu olsa A-dan K-yə kimi gəlməlidir. B, C, D, Y, 4, 5, 6, 7, 8, 9, 10. 10 olur. R 10 vahid. Deməli, L10 vahid framır. Burada gördüyümüz kimi MNN, PQ, R 6 vahiddir. Ona görə A çıxdı. Yoxlayaq. K'ya keçməkdən ötürü CH, IJ, K 5 F, G, H, I, J, K 6 olur. Onda burada K 6. Eldən 6 simvol sağa bəli R'dir. T'dən 6 simvol sağa Z-dir. Həqiqətən Z-dir. Yenə K'dır. R'dan 6 simvol. İkisi burada, 4'ü burada okeydir. Sonra R'dan 6 simvol S, T, U, V, W, X. Həqiqətən də X-dir. Deməli, 13-cü sual D variantı. Sam B2, C5 diapazonu olsa bütün xanalara ədədə qiymətə malik olan bizə ədədi ortasını müəyyən edin. B2, C5'də 2 vurulsun 4, yəni 8 dənə xana var. Bunlar hansılardır? B2, B3, B4, B5, B2, B3, B4, B5, C2, C3, C4, C5. Ə, deməli 88-i əgər 8-ə bölsək, bu bizə verəcək 11 və bir xananın ortalama qiyməti 11 olur. 14-cü sual Y variantı doğru cavabdır. Verilən əbəzinin fraqmentinin cədvəl şəkildə verilmişdir. Riyaziyyatı bu, kimya belə şərt ödəyən və eyni zamanda belə ödəyən, fizikası bu şərti ödəyən. Deməli, riyaziyyatı 90-dan böyük olanları qeyd edirəm. Riyaziyyatı 90-dan böyük olanları qeyd edirəm. Hı hı, hı hı, hı hı. Daha sonra və eyni zamanda yəni ödəsin. Kimyası 80-dən kiçik və yaxud 90-dan böyük olanlara baxacağım. Kimyası 80-dən kiçik, okey və 90-dan böyük olanlara baxarıq. Okey, 80-dən kiçik. 90'dan böyük 80'den kiçik. 90'dan böyük 80'den kiçik. Belə bir şey alırıq. Ənddir. Bunların kəsişməsidir. Ona görə bu ödəyir. Yəni 5 ilə 7. Daha sonra birləşdirəcəyik. Fizikası 70 ilə 85'in arasında olan. Fizikası 70 ilə 85'in arasında olanlara lüst qoyacağım. Deməli 70 ilə 85 arası olanlara plus koydum. Kimyası riyaziyyatı 90'dan böyük. Aha, fizikası 70 ilə 85'in arasında olanlar fizikası olacaq neçə? Bir daha baxı 70'dən böyük 85'dən kiçik olanlar. Okey. Okey. 70'dən böyük 80'dən kiçik olanlar. 85'dən kiçik olanlar. Hı hı. Bunlar çıxdı. 78, 85. Burada belə bir qəribə 2, 4, 5, 6, 7, 2, 4, 5, 6, 7 cavabını aldıq. Yəqin ki, nəsə səhvə yol verir. 2, 4, aha. Bəli, 4 artıqdır burada. Çünki bu 54'ü hardan yazıq ki bura? 4 yoxdur. Çünki 54 o bu şərti ödəmir. Deməli 2, 5, 6, 7 cavabı da B variantındadır. Birləşmə idi. Ona görə həm bu, həm bu, həm bu və həm də bu olur. 2, 5, 6, 7. Göstərilən diaqram elektron cədvəlin A2, C2 diapazon əsasında qurulmuşdur. A1 xanasının qiymətini müəyyən edin. Əla. A1 xanasının qiymətini müəyyənləmək üçün birinci A2
C2 diapazonudsa C1 plus B1 yani bu x'tir. Onda bura olur 3x. Əla. Burada olur x plus B2. B2 nədir? Gəl getdik baxaq. Aa. C2 hı -hı. Tapmaqdan ötürü A, daha doğrusu B2 tapmaqdan ötürü A1 plus C2'dir deyə. C2 də A1 plus 18'dir deyə. Burada x plus 18. Burada da A1 plus x plus 18 olur. 2x plus 18. Əla. Artıq bizim C1'ə burada ehtiyacımız var. Bəli. C1 nədir? A1 yəni x üzərinə gəlinsin B2. Bu da edəcək x plus 2x plus 18 yəni 3x plus 18. Əgər belədirsə C1 ilə B1-in cəmi 3x, 3x plus 18, 6x 18 cavabını alacaq biz burada. Deməli belə. Mhm, mhm, mhm. Bir xətamız varmı? Deməli A2 C2 diapazonudur. 3x. Aha belə. 6x plus 18 bərabər olacaq 2x plus 18 üzərinə gəlinsin. A1 x idi deyə burada x plus 18. Bu da bizə verəcək 6x üzərinə gəlsin 18 bərabərdir 3x plus 36. Belə çıxır ki 3x bərabərdir 18-ə, x bərabərdir 6-ya. X tapdığımız bu xananın qiyməti idi. Yəni neçənci sual idi bu? 16-cı sualda Y variantı doğru cavabdır. 17-ci sual A dəyişən qiymətin 40 olması üçün. Yox, C dəyişənin qiyməti 40 olması üçün. Gəlin baxaq. Əgər A-ya x desək, bura olur 3x. Hı -hı. Bura 3x, bura x. A artıq olur 4x plus 2. A çıxılsın B çıxılsın 1. A'dan B'ni çıxsam, yəni 4x plus 2-dən 3x çıxsam, edər x plus 2. Bir dənə də 1 çıxsam, onlar x plus 1. Artıq B silindi. Daha sonra isə A deməli, yəni A bizdə 4x plus 2-dir. Üzərinə gəlinsin. B nədir? X plus 1-dən 3 dənə. İndi də nə olacaq? 4x plus 2 üzərinə gəlsin 3x plus 3. Bu da bizə verir 7x plus 5 cavabın. 7x plus 5 bizə 40-a bərabərdirsə x o zaman 5 qiyməti alır. X bizdə A-nın qiyməti idi. Bizdən də A-nın qiyməti soruşur. 17-ci sual C variantı doğru cavab olur. 18-ci sual proqramın nəticəsini müəyyən edin. Uzvur. Replace U-ları birlə, elsəvərləri birlə əvəz edirik. Deməli, bu vəziyyətə çevrilmiş olur bir növ. Artıq bu əməliyyatdan sonra. C-yə mənimsət S. Əla. C-nin başlanğıc qiyməti S-dir. For lineage 2-dən linearless minus 2-yə kimi. Gəlin baxaq. Deməli, 2-dən deyəndə bu 0, 1, 2. Buradan. Okey. Son bu sona kimi son minus 1 axırdan 1 əski, son minus 2 axırdan 2-sə 2-si, yəni i'lər bunların indekslərini görəcək. S, 1, V-nı deyir S-yə, S-nin bitişdir. S başlıqda C dəyişəni, C dəyişəninin başlıq qiyməti C. S simvoludur, balaca S. Onun böyrünə bitişəcək 1, 1, sonra bitişəcək S-i. S-i nədir bizdə? Birinci dəfə böyük S. Sonra yenə böyrünə bitişəcək 11, yəni 1, 1. Böyrünə yenə bitişəcək bir dənə də 1. Bu 1 hardan gəldi? Baba, bu 1 artıq bu 1-dir. Belə ayıra bilərəm bitişməyini görməkdən ötürü. Sonra deməli daha sonra yenə 11 dediyim kimi bu 11 bu ortadakı 11'dir. Sonra yenə böyründən bitişəcək 11'dən sonra Usuf V ona görə nə olacaq? V 5 dənə 1 V 5 dənə 1 sonra S1 S1
Deməli, sadəcə burada S-lərin böyük kiçik söhbəti var bu sualda. Ona görə 18-ci sualda aha vardı. Burada B variantında varmış. Evet. Okey. 19. Gecəsin səhvə yes. Deməli, yes çıxartmağı üçün T1 olmalıdır. Hə, bu sual da deməli yoldaşlar. Bu kirinti sıxıntıları var burada. Nədir? Deməli, bura bir dənə deyirəm. Bu ilə 0 mənimsət burada olmalıdır. Daha sonra isə bir dənə də qırmızı girinti ifadə edirəm. Deməli, bunlu bunsuz, yəni belə deyək, bu n-in də girintisi burada olmalıdır. Yəni ədədin rəqəmlərinə baxılma prosesidir. T1 olanda yes olur. T nədir? S 2-dən böyük olanda T1 olur. S neylərin sayıdır? Gəlin baxaq neylərin sayıdır. N faiz 10, yəni ədədin rəqəmini 2-yə böləndə qalıqda 0-dan böyük alırsa, yəni 1 alına bilər. Yəni tək rəqəmlərinin sayı 2-dən çox olan. Getdik. Tək rəqəmlərinin sayı 1-dir, bu getdi. Tək rəqəmlərin sayı 2-dir, getdi. Tək rəqəmlərinin sayı 2-dən çoxdur, bəli. 1, 3, 5, burada da bəli. Burada da 1, 0, 1, 1, 1, 7, bəli. 5, 3, 7 burada da var, bəli. Dördüncü, bu yox. 3, 2, 4, 1, 2, xeyr, xeyr. 4 dənə olur. Buna görə də C variantı doğru cavabdır. 19-cu sualda. 20-ci sual. Pythonda yazılmış proqram nəticəsini müəyyən edin. L17 S2-dirsə, elə mənimsət L3-ə bölünmüsən alınan qalığı. Yəni 2. L2-yə bərabər. Bunu ayırdım. Nəyə görə? 2 ayrı operatordur. If elif, if elif, elif else. If elif else də olursa. L2 demək, bəli. S başlıqda 2-dir. Diqqətləyək. 2-nin üzərinə buna görə 11 gəldi. Artıq bura girməyə ehtiyac yoxdur. Eli 3-ə böləndə qalan qalıq sıfırdırmı? Bəli. Ona görə deməli bu şərt ödəyir deyə ə, deməli üzərinə 11 gəlmişdi. Olmuşdu 13. Bu 13-ü də deməli bu şərt ödəyir deyə vururam 11-ə. Bunu vurma edək. Vururam 11-ə. Bu da bizə edəcək 143. Cavab Y variantı. Niyə görə eliflə E-si bu şərtdən asılı idilər. İşə düşməyəcək. 20-ci sual Y variantı doğru cavabdır. 21. Ədəd üçün proqram təyinatı nədir? Baxaq. Lineal x minus 1. Bunu biz YouTube canlımızda da izah etmişik. Ədəd nədir? Diqqət 8-i onluqdan buna gedən baxın natural tipdə, tam ədəd tipində olan ədəd gedir çevirin içinə. Sətir tipinə çevirir. U uzunluğundan bir vaydəsi ki, bu mərtəbəyə uyğundur, mərtəbəsidir. RGMS for year in x. Bir x'in içində gəzir. C-yə əlavə eləyir nəyi? RGMS-də həmin erin tapılma yerin. Yəni rəqəmin ədəd dəyərini RGMS-dən oxuyur, vurur. 8-in uyğun mərtəbə qüvvətinə, hər dəfə mərtəbə qüvvəti azalır. Onluq sayısını 8-ci sayısına çevirmək qiyməti olur. Bu da daha doğrusu yox. Əksinə 8-ci sayəsindən onluğa, çünki yekunda aldığımız ədəddir. Bu fail 8-likdən onluğa, 8 onluq sayısına çevirmək. Bu sualda B variantı, keçən sual idi. 21-ci sualda B variantı doğru cavabdır. 22-ci sual S dəyişəninin qiyməti müəyyən edin. Okey. Neçə dəfə icra olunduğunu və deməli S dəyişənin yekun qiyməti. Gəlin baxaq. Hər də deməli belə n birinci dəfə 3 olanda n birinci dəfə 3 olanda girir bu dövrün içinə. Sonuncu dəfə isə 30 n neçə olanda girir? Sonuncu dəfə n 3-ü artandır deyə 30 olanda girir. 33 olur çıxır. Okey. 3-dən 30-a kimi ədəd sayı 30 çıxır 3 tərpənən bölünmüş 30 çıxılsın 3 bölünmüş 3 bizə plus 1. 27, 3, plus 1, 10 qiyməti alırıq. 10 qiyməti alırıq. 22-ci sualda. Daha sonra deməli diqqətləyək. S-in üzərinə 10 dəfə 3 gəlir deyə deməli S-in başlanğıc qiyməti 3-dür. 3-dən də 10 dəfə üzərinə gələndə edir 33. Yəni 10 və 33
22'dir. Proqram nəticəsində GŞ 667 ədədi verərsə, bu ədədin rəqəmlərinə baxılma prosesidir. Gördüyümüz kimi birinci rəqəmi götürür, sonra bir şeydir. Deməli, P-nin başlanğıc qiyməti 1-dir. Hər dəfə rəqəmin kvadratını bu cəmə əlavə edir. Başlanğıc qiyməti 1 olan. 6-ın kvadratı 36. 6'ın kvadratı 36 yine. 7'nin kvadratı ise 49 edir. Cəmləyəndə 50, 72. Bu da edəcək 122. Anar Anka Rəşidov ifadəsini kodlaşdıra biləcəyim nüva gücə əlifbada kodlaşdırılmış Anbara Ankara olmalıydı bu. Neyse. Deməli, minimal gücə sahibdir. Ona görə fərqli simvolları sayacağım. 1, 2, 3, 4, 4 növ simvol. Beşinci növ A artıq var idi. M var idi. B 6'dır. Sualın müəllifi. Deməli, bu var idi. Bura kimi. Nida var idi. Bu vaxta kimi saymışıq. R, böyük R simvolu yox idi. 7. U simvolu yox idi. 8. Deməli, D simvolu yox idi. 9. İ simvolu yox idi. 10. 10 K simvolu yox idi. 11 O simvolu yox idi. 12 V simvolu yox idi. 13 Ümidvaram düz saydıq. Bir dənə də baxaq. 1, 2, 3, 4, 5. Bura kimi gəldi. Anı. Bu. Orada var bu. Yox 6. Sonra böyrü var mı? Yoxdur. Balaca U. Var mı burada balaca U? Balaca U yoxdur. 8. Sonra D simvolu burada yoktu yine. 9 i simvolu yoktu. 10 sonra K simvolu yoktu. 11 O simvolu yoktu. 12 V da yoktu. 13. Əlifbada 13 tane simvol varsa bir simvolun həcmi 4 bit edəcək. Niyə? 13 vəziyyəti kodlaşdırmaq üçün 1 bit yetmir. İkinci bitdə 4 vəziyyət, üçüncü bitdə 8 vəziyyət, dördüncü bitdə 16 vəziyyətə kimi kodlaşdırıla bilir. Ambara ifadəsində, bu da Ankara olub əvvəl, 6 növ simvol var, 6 simvol var. Hər bir simvol 4 bitdən bizə edəcək 24 bit. 24 bit. Keçdik 25-ci suala. 25-ci sualda diqrafın qonşuluq matrisində sıfırların sayının bilən sayına nə qədər çoxdur? Deməli, təpələri sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, ümumi olan xana sayı onun kvadratı qədərdir. Çıxılsın. Deməli, daha sonra tillərin biz sıfırların sayını tapırıq. İndi tillərin sayına baxaq. Diqrafdır, diqraf. Diqrafdır. Birlərin sayını tapaq. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 19. 19 dənə til var. Diqraf olduğuna görə hər biri bir dənə biri ifadə edir. Çıxılsın bir 81 dənə 1 var. 81 dənə 1 var və 19 dənə 0 var. 81 çıxılsın. Daha doğrusu 81 dənə 0 var. 19 dənə 1 var. Ona görə çıxılsın. Bu da edir 62. Yəni bu sualda 62 doğru cavabdır. Kodlaşdırılan sualdır. 26-cı sual. Çıxışa nə veriləcək? A, B-dən kiçik olduğu müddətcə. Yəni, gəlin baxaq. Bunu prosesi uzun getməsin deyə nə edəcək? Deməli, A-nın başlanğıc qiyməti 11-dir. 11. Bu qayda pozulur. Deməli, neçə? K adından sonra 11 plus K dənə 5. Deməli, böyük və ya bərabər olur. 24 üzərinə gəlsin. K dənə 2. Bunu edəndə eləyəcək 3K bərabər olacaq. Böyük bərabər olacaq. Düzü hesablayaq. 13-dən K böyük bərabər olacaq. 4 tam neçədəsə. Deməli,
K-nın ən kiçik qiyməti 5 olmuş olur. Onda 5-dən də çıxır. Çıxışa veriləcək neçə nömrə? Çıxışa A plus 5B olur. Deməli belə, ə, 11 idi. 5 dənə, buna görə 5 dənə 5-i üzərinə əlavə etdik. Bu da onda A-nın qiyməti oldu bizdə 36. Çünki 11 üzərinə gəlsin 25. B başlıqda 24 idi. B başlıqda 24 idi. 24-ün üzərinə gəldi. Burada da 11-in üzərinə gəlmişik. 24-ün üzərinə gəldik. 5 dənə 2-ni. Bu da bizə verəcək 34. B-nin qiyməti də 34-dür. 36 plus 34 70 qiymətini almış oluruq. Yəni 26-cı sualda 70 doğru cavabdır. 27-ci sual. 7-lik sayəsində ən böyük rəqəmli tək ədəd, ən böyük rəqəmli tək ədəddir. Deməli, diqqət edək. 7-lik sayəsində ən böyük rəqəmli ədəd 6 6-dır. Bu ciddi. Hardan bildim rəqəmlərin cəmindən axırıncısının 6 olmağına yox. Belə də hesablasaq bu 48-dir. Deməli, bundan ən böyük rəqəmli tək ədəd 6, 5, 7-likdə olan ədəd olur. Bu da 47 qiymətini alır. Yəni 1-ə D doğru cavabı. 16 sayəsində rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəd. Bu 1, 0, 2 ədədidir. Rəqəmləri müxtəlif dediyinə görə biri bacarıq qədər əvvələ qoydum, sonra 0 istifadə etdim və belə. Bu da edəcək 256 plus 2. Bu da edir 258. Yəni 2A variantı doğrudur. 1'ə D idi. Çaşmayaq da belə gedir. 8-ci hissəsində rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəd. 8-ci hissəsində rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəd. Yəni 1, 0, 2 təsviridir. Bu da edir 64 üzərinə gəlsin 2. Bu da edir 66. Yəni 3-də C variantı doğru cavabdır. Belə çıxdı ki 1D, 2A, 3C'dir. 28-ci sualda görək nə deyir. Deməli, funksiyadır. Funksiyanın qiymətinin ilkin qiyməti təyin oblasından gələn x-in qiyməti verilməlidir. X üçün burada 3 hal qeyd olunub, diqqətlərinizsə. 1. X-in sıfırdan kiçik bərabər halı. Yəni, biz deyəcəyik ki, əgər x sıfırdan kiçik bərabərdirsə, yəni buna hə deyiriksə, y-in hesablanma qaydası olmalıdır. 2x üzərinə gəlsin 37. Yox, buna yox dediksə, onda yerdə qalan iki cavabdan biridir. Artıq buna yox deyibsə, sıfırdan böyük şərti ödənir. Ona görə bu tərəfi yoxlamayacağam. Yalnız sağ tərəfi yoxlayıram. Yenidən deyirəm ki, əgər x 17-dən kiçikdirsə, o zaman y-ə mənimsət, əgər belədirsə, y-ə mənimsət, deməli, x çıxırsan 12-ni. Yox, belə də deyilsə, bu o demək ki, 17-dən böyük bərabər şərti ödənir avtomatik. Ona görə y-ə mənimsədəcəyik həmin hala uyğun prosesi, yəni x kvadratı plus 3-ü. Yəni y-ə mənimsədirəm x kvadratı plus 3. İstənilən halda y-in qiyməti əldə olundu deyə yekunda belə bir şey yaza bilərik. Başqa cür yaza bilərdikmi? Bəli, yəqin ki, yazardıq. Amma ehtiyac yoxdur. 20. Klaviaturda ingilis əlifbasında deməli, bu vərəqdən qalandır. Klaviaturadan ingilis əlifbasında yazılmış aralarında bir boşluq simvolu. Bunu biraz uzadaq. Bunu gətirək bura. Okey. Gətirdik. Belə qoyaq. Klaviaturadan İngilis əlifbasında yazılmış arada bir boşluq simvolu olan sözlərdən ibarət sətir verilmişdir. Daxil edilmişdir daha doğrusu. Xıttıya mənimsət input. Bu sətirdəki hər bir sözün son simvolunu bu simvolun özündəki sıra nömrəsi ilə əvəzlə. Deməli, sətirdəki sözlərə ehtiyacım var. Ona görə o sözləri əldə etmək üçün split etdim, doğradım. Deməli, sözləri dəyişəcəm. Bu sətirdəki hər bir sözün son simvolunu. Okey. Bu sözləri dəyişəcəm deyə birincisi belə indekslə gəzirəm mən onun üzərində. Okey. Deyir ki, sözdəki sıra hər bir sözün son simvolunu bu simvolun sözdəki sıra nömrəsi ilə əvəz edin. Okey. İndeksimiz sıra deyir. Əgər ki son simvol
A'dırsa, uzunluq 5-dirsə, son simvolda sıra nömrəsi 5 olur. Ona görə bir qədər düşünək. Deməli, nə edə bilərik? Deməli, belə. Deyəcəm ki, hı -hı. Eliyə mənimsət, yəni sözü dəyiş. Köhnə eliyinin, diqqətlə, köhnə eliyinin, Qəbələ eləydə. Eliyə axırda mənimsədərik. Son simvolu xaric bütün hissəsini mənimsədək. Deməli, eliyinin K'da oldu eli. Option o. Sonra eliyə atacağım da. K'nın son simvolu xaric digər hissələri K'nın belə təyinləyə bilərik mənfi birə kimi və yaxud yaxşı olar ki, len K çıxılsın 1. Bizdə bu son simvol xaricdir. Yəni son simvolun buna bitişdirəcəm. STR tipində. Niyə görə? Çünki bitişdirmə əməliyyatını istifadə edirəm. Bu səbəbdən dolayı bunu bir dənə artıq mənimsədəcəm eliyə. Okey. Daha sonra isə çıxandan sonra yeni tıxıtını əldə etməkdən ötürü join edəcəm nəyi? Eləyim. Yenə də deyirəm, burada ona görə sətir tipinə çevirdik ki, burada yoxsa error baş verərdi. Print edək YTX-ını icra edək, görək nədir. Deyirik ki, salam, necəsən anar. Enter vurdum. Aha, join-da boşluq düşmədi. Yenidən icra edirik. Yenidən icra edirik. Gördüyümüz kimi, okey, yemin yerinə 5 yazın. Bir dəfə bu sətirdəki hər bir sözün, okey, gəldi. Son simvolunu, okey, mı dəyişilib. Bu simvolun sözdəki sıra nömrəsi 5, 7, okey. Məncə başqa həllə ehtiyac yoxdur. Davam edə bilərik. Daha sonra hı -hı. En ədəddən özünün və bu ədədin rəqəmlərin tərs ardıcılla düzüşlə halına təsad olanlar. Aha. Deməli, sadəlik söhbəti gördüm deyə girdim bir dənə sadəlik funksiyası yaratdım. Def sadədirmi? Bu məndən bir x ədədi istəyəcək ki, onu sadə olub olmadığını yoxlayaq. Deyəcəm ki, əgər x bərabərdirsə 1-ə return true, yəni sadə. Okey. Deyir ki, for b in range 2-dən ədədin yarısına kimi yarısı da daxil. Ədədin özünə kimi də deyə bilərik, daxilsiz amma. Belə əgər ki, bu x-i bölən bir ədəd olsa, ə, return false çünki olmamalıdır. Çünki sadə ədədlər 1-ə və yalnız özünə bölünür. Mən 1-i çıxarandan sonra yerdə qalır 2, 2-dən başlayıram. Ədədin yarısından sonra bir də böləni özüdür. Özü mənə lazım deyil, çünki özü sadəliyi ifadə edən bir şey deyil. Yekunda isə return true. Return true'un yazılma yerinə diqqətləyin ikincisinə. Nə deyir indi? Deyir klaviaturadan n dənə ədəd daxilləyəcək. Int input. Daxil edilmiş ədədin və bu ədədin rəqəmlərin tərsən. Okey. Və ədədin rəqəmlərinin tərsən düzülüşün nə almaq üçün yəni funksiya yaradıram tərs adlı. Bu ədəd tipində aldı. Bu ikisi tutaq ki. Deyirəm ki, geri qaytar. Nəyi? Bu ikisi sətir tipinə çevirib, tərsdən oxuyub, daim list ilə, reverse ilə, join ilə, sonra elə bir şey eləmədim. Tərsən oxunuşu bu ədədim. Budur. Və sətir tipindədir. Bunu təzədən ədəd tipinə çevirirəm. Okey. Daxil edilmiş n ədəddən özünü və bu ədədin rəqəmlərin tərs adcadışı alınan ədəddə sadolunlara çıxışa verəm. Okey. Bunları bir siyahıya yığacam mən. A siyahısı olsun. Sonda çıxışa verəcəm. Bu səliqəli olsun. Deyəcəm ki,
10 dəf, en dəfə, en dəfə A'ya mənimsədəcəm int input, yəni klaviaturadan daxil edəcəm. Əla. Sonra daxil etdiyimin yoxlayacağım ki, sadədirmi? Əgər buna göndərsəm A-nı sadədirmiyə true qayıtsa, bu yetərlidir və eyni zamanda sadədirmiyə ə, bu ədədin tərsdən oxunuşunu göndərəcəm. Tərsən oxunuşunu göndərəcəm. X yox. Sözsüz ki, burada A-dır. Çünki bizim yoxlamaq istədiyimiz ədəd A-dır. Buna da true gəlsə, default true'luqla yoxlamaya da bilərdim. A-ya append ilə nəyi? Balaca A-nı. Okey. Print et A-nı. 5 dənə ədəd yazacağım bura. 10 dənə olsun. Tutaq ki. Biri ədədin 13 olsun. Biri 7 olsun. Həm? Biri olsun 71. Biri olsun neçə olsun? 23. Sonra deməli 37-dən var. Sonra 37 olsun və tutaq ki 83 olsun və 57 yox 59. Okey, 59 olsun. Və bir neçə dənə də balaca ədədlər olsun. Misal üçün 113 ədədi və 131 ədədi və qurtarmadı bu 567 ədədi. Deməli, diqqətlədik. Eləyə bir dənə. Print A vermişik burada. A-nı yox. Böyle vermeliydik. Bu sıkıntı oldu. Çünkü siyahının bütün uyğun elementlərin. Biz sadəcə A-nın sonuncu qiymətin. Bəli, onun üçün tərsəsi 31, bəli. 7, tərsəsi 7-dir, tərsən düzülüşü. 71, 17 hər ikisi sadədir. 37, 73 sadədir. 113, son bir yəqin ki, o da sadədir. 131 və 131 yəni də okeydir. İndi baxın bir də burada. Bəs 83 tutaq ki, deyirəm. 32 sadə, 23 sadədir, amma 32 sadə deyil deyə çıxartmadı. Sonra nə? 567 ümumiyyətlə sadə deyil deyə yerə dibli çıxartmadı. Ümidvaram bu videoda sizə xeyir olacaq. Bir müddət video çəkməyə fasilə verəcək bir neçə gün. Sonra isə yenədən başlayacaq mütəmadi videolar çəkməyə. Ümidvaram bu videolar sizin xeyrinizə oldu. Əgər belə düşünürsə kanala abunə olmağı unutmayın. Və kanalı paylaşmağı unutmayın. Sağ olun, salamat qalın. İmtahanda hər birinizə uğurlar olsun. Görüşənə dək.